10 may sınaq imtahanında Dövlət İmtahan Mərkəzi belə bir sual salıb. Danış feilinə uyğun gələn qrammatik şəkilçiləri artırmaqla deyir, cümlə özlərini müəyyənləşdirir. İbtidai xəbər tamamlıq 3 dənə cümlə özü verir. Bu tipli suallar topluluqda yer alır əslində. Vaxt səndən deyir ki, feilə məxsus, yəni təsriflənən, təsriflənməyən belə bir ayrılıq qoymayıb. Ona görə hər ikisini artıra bilirsən də. Meydana yığışan hamı təəccübləndi. Danışana, kimə təəccübləndi? Danışana. Eləmi? Bax, feil sifət şəkilçisi artırdım. Tamamlıq oldu bu, deməli. Sonra danışmaq, bu ən rahatı B-dir. Ən rahat. Danışmaq gümüşdürsə, susmaq qızıldır. Rahat görsənir. Mübtəda olduğu 1-ə B. Yəni 1-ə B olan variantdan da getsə, məsələn, qalır bunlar. Sonra o anlayırdı ki, vəziyyətdən ən yaxşı çıxış yolu baş verənlər olduğu kimi danışmaqdır. Danışmaqdır. Burada rahat. Nə oldu? Xəbər. Elə deyil. C-ni bura atdım. Qonşumuzun oğlu Şərif yalan danışır. Bu da rahatdır. Bu da oldu xəbər. Elə deyil. C-Y. Demək uşaqlar. D-də uşaqlar çaşırdı normalda. Bax, burada da danışanı nədənsə anlamırdıq. Danışanı anlamırdıq. Kimi? Danışanı. Bu oldu tamamlıq. Yəni sən 1-ə B eləyəcəksən. Elə deyil. Cavabın avtomatik olur. C-dən Y-nin 2-yə olduğunu rahat görürsən. Bir dənə D-nin bura və yaxud da ki 3-ə aid olmaq məsələsi var. İki variant arasında qalırsan da, belə deyək. Burada da uşaqlar bir şeyi deyim sizə. Deməli, əgər onu tapa bilmədinizsə, bundan silək də. Əgər onu tapa bilmədinizsə, burada bir şeyə diqqət edin ki, bu sözün mübtəda olması üçün, yəni ya mübtədaya aid olmalıdır, yaxud da şeyə də tamamlıq, elə deyil. Bunun mübtəda olması üçün ya bu məsdər olmalıdır, yəni maqnaq şəkilçisi qəbul etməlidir. Feil də, feilin mübtəda olması üçün. Və yaxud da ki, feil sifətin şəkilçisini qəbul edib, ismin xüsusiyyətini daşıyıb mübtəda olması lazım, elə deyil. Sən buna olduğu kimi maq artıra bilirsən, danışmaq nədənsə anlamırdıq, alınmır. Və yaxud da ki, təklikdə an artıra bilirsən, danışan nədənsə anlamırdıq, xeyr, alınmır. Deməli, bu heç bir halda mübtəda ola bilməz. Yəni, 1-ə aid ola bilməz. Avtomatik bunu da sildim. Qaldı cavabın B variantı.